Salamlar, vaxtınız xeyir olsun. Hazırda Avropanın Litsiyanı Dableyev Hava Tədqiqatları Mərkəzinin model proqramlarını yenilənmiş məlumatların təhlilləri ilə tanış oluruq. Bu model xüsusilə troposferin orta qatlarında gözlənilən siklon və antisiklonların ümumi gedişi haqqında məlumatları bu modelə baxaraq biz təhlil edirik. Xüsusilə də aprel ayının 27-ci, 28-ci, 29-da Rusiyanın qərbində növbəti ekstratropik siklon sisteminin aktiv olması gözlənilir. Bu prosesin birinci mərhələsi olacaq. Prosesin ikinci mərhələsində may ayının 1-2-si ölçündə Qara Dəniz ərazisində intensiv deyilə biləcək bir mövsüm xarakteri olmayan ekstratropik siklon sisteminin ərazidə aktiv olması gözlənir. Bu da Türkiyə ərazisində hava şəraitinin kəskin dəyişilməsinə səbəb olacaq. Prosesin üçüncü mərhələsi artıq may ayının xüsusilə də 3-ü axşam, 4-ü, 5-i, 6-sı və 7-sində isə Azərbaycan ərazisində də hava şəraitinin yenidən kəskin dəyişilməsi gözlənir. Çünki Qara Dəniz ərazisindəki ekstratropik siklon sisteminin artıq may ayının birinci həftəsində Qafqaz ərazisində doğru daxil olması nəticəsində Qafqazın şimalında və Qafqazın cənubunda Azərbaycan ərazisində hava şəraitinin kəskin dəyişilməsi gözlənir. Rusiyanın qərbində orta troposferdə atmosfer təzyiqinin bir xeyli azalması fonunda, həm də troposferin aşağı qatlarında, yəni dəniz səviyyəsinə yaxın ərazilərdə də təzyiqin bir xeyli azalması nəticəsində şimaldan mövsüm üçün xarakterik olmayan, yəni aprel ayının sonları üçün xarakterik olmayan kifayət qədər intensiv və güclü deyilə biləcək bir soyuq hava dalğasının aprel ayının 27-ci, 28-ci, 29-da Rusiyanın qərb ərazisində aktiv olması gözlənir. Soyuq və isti tipli hava axınlarının ərazidə bir-birlə toqquşması fonunda kifayət qədər intensiv deyilə biləcək bir ekstratropik siklon sisteminin aktiv olması nəticəsində Rusiyanın qərbində və Şərqi Avropa arasında hava şəraitinin kəskin dəyişilməsi, hətta Moskva vilayətində sulu qar və qar yağması ehtimalı da var, qar fırtınası ehtimalı da var. Bu sistem Qara Dəniz ərazisindən və Şimali Qafqazdan keçəcək. Aprel ayının 27-ci, 28-ci, 29-da isə hətta bu sistemin bir qolunun da Qafqazın cənubu Azərbaycan arasında daxil olması ehtimalı var ki, bu da Xəzər siklonları ilə, Qara Dəniz siklonları ilə soyuq havanın bir-birlə toqquşması fonunda Qafqaz arasında hava şəraitinin qısa müddət ərzində kəskin dəyişilməsi ehtimalı var. Bu da yerli hava axınları ilə xarici hava axınları bir-birlə toqquşması fonunda topa yağış və laylı yağış buludlarının aktiv inkişafına səbəb olacaq. Nəticədə yağıntıların xüsusilə də Böyük Qafqazda, Kiçik Qafqazda, Gəncə Qazaxda, Naxçıvanda, Mərkəzi Aranda, Cəlilabad, Astarada bir xeyli artması ehtimalı var ki, bu da çaylardakı mövcud güclülüyün bir qədər artmasına səbəb olacaq. Prosesin ikinci mərhələsi artıq xüsusilə də may ayının ilk günlərində, mayın 1-i, 2-si, 3-ü və 4-ündə Türkiyə ərazisində hava şəraitinin may ayı üçün xarakterik olmayan bir dərəcədə kəskin şəkildə soyulması, hətta İstanbul ərazisində sulu qar yağması ehtimalı var ki, bu da may ayı üçün xarakterik olmayan bir proses olacaq. Bu prosesə daha da geniş olaraq nəzər salsaq biz görərik ki, Rusiyanın qərbində aprel ayının 27-ci, 29-dakı güclü ekstratropik siklon sisteminin gətirdiyi soyuq havanın bir qolunun da Qara Dəniz ərazisində və Aralıq dənizinin Türkiyə sahillərində yerli ekstratropik siklonla birləşməsi nəticəsində, yəni isti hava ilə soyuq havanın Türkiyənin qərb rayonlarında, Qara Dəniz ərazisində və Avropanın şərq və cənub şərqində bir-birlə toqquşması fonunda may ayının ilk günləri, mayın 1-i, 2-si ölçüsündə Türkiyə arasında hava şəraitinin kəskinləşməsi gözlənir. Bu proses həm Balkan ölkələrində, həm də ki, xüsusi ilə də Türkiyə ərazisində hava şəraitinin bir xeyli soyulmasına səbəb olacaq. Hətta İstanbul arasında belə may ayının 1-i, 2-si ölçüsündə sulu qar yağması gözlənir ki, bu da may ayı üçün xarakterik olmayan bir proses olacaq. Eyni zamanda Aralıq dənizindəki isti dəniz su temperaturları ilə toqquşan bu soyuq havanın həm də bu may ayı üçün xarakterik olmayan dərəcədə bir ciddi bir soyuğun əraziyə müdaxiləsi nəticəsində iri dənəli dolu yağıntılarına səbəb ola biləcək bir topa yağış və superçil buludların aktiv inkişafı gözlənir. Bu da Türkiyənin şimal və şimal-qərb, qərb və cənub-qərb ərazilərində güclü yağıntılara səbəb olacaq. Bu proses Aralıq dənizi sahillərində, Türkiyənin Aralıq dənizi sahillərində şiddətli leysanlara, doluya, aramsız yağışlara, dolunun diametrinin iri dənəli yağmasına, hətta qasırğa və tornado prosesine səbəb ola bilər. Eyni zamanda İstanbulda da güclü fırtına ilə müşahidə edilən aramsız leysanlar, hətta may ayının 1-i axşam 2-si və 3-ündə isə İstanbulda belə yağışın sulu qara keçməsi ehtimalı var ki, bu da mövsüm üçün xarakterik olmayan rekord bir soyumadan xəbər verir. Bu sistemin növbəti inkişafı nəticəsində artıq bu sistemin ikinci mərhələsi may ayının 1-i, 2-si və 3-ündə aktiv olacaq. Prosesin üçüncü mərhələsi isə artıq bu sistemin
Türkiyə ərazisindən Qafqaz ərazisinə doğru, yəni Azərbaycan ərazisinə doğru daxil olması isə may ayının 3-ü axşama doğru 4-ü, 5-i, 6-sı və 7-sində gözlənilir. Xüsusilə də may ayının 5-i, 6-sı və 7-sindəki sistem artıq Xəzər ərazisinə doğru daxil olacaq. Nəticədə Xəzər dənizində keçən bu ekstratropik siklon sisteminin Xəzər dənizi arasından keçərək bir qədər də güclənməsi və intensivliyinin artması nəticəsində Şimali Qafqazda, xüsusilə də Mahaçqala, Dağıstan ərazisində yağıntıların intensiv, aramsız yağması ehtimalı var may ayının 1-ci həftəsində. Bu da dağlıq ərazilərdəki əriyən qar sularına, qarşın yağış sularının kifayət qədər ciddi bir su basmaya və geniş miqyaslı torpaq sürüşməsinə səbəb olması ehtimalı, riski yüksək qiymətləndirilir. Eyni zamanda bu prosesin təsirləri Qafqazın cənubu Azərbaycan arasında da aktiv olacaq. May ayının artıq 3-ü axşama doğru 4-ü, 5-i, 6-sı və 7-sində Azərbaycan arasında da hava şəraitinin kifayət qədər kəsinləşməsi gözlənilir. Çünki bu sistem artıq Xəzər dənizi arasına daxil olaraq kifayət qədər ciddi bir intensiv, ekstratropik və subtropik tipli sistemə çevriləcək. Nəticədə Azərbaycan ərazisində də hava şəraitinin kəsin dəyişilməsi, güclü şimal küləklərinin Abşeron arasında əsməsi və Azərbaycanın xüsusilə də Böyük Qafqaz rayonlarının Balakan, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıl, Şəma, Xızı, Quba, Qusar, Xaçmaz, Şabran, Dağlıq, Şirvan, xüsusilə də Böyük Qafqazın şimal-şərqi olan Quba, Qusar, Xaçmaz, Xızı, Siyəcan, Şabran, Dağlıq, Şirvan arasında və Bakı, Abşeron, Sumqayıt arasında may ayının 1-ci həftəsində hava şəraitində ciddi bir dəyişiklik gözləniləndir və nəticədə intensiv aramsız xarakterli yağıntılar nəticəsində əksər çaylarda sululuğun bir qədər də artması ehtimalı var. Su basma, sel, daşqın hadisələri bir xeyli artacaq. Hətta Abşeron ərazisində də əgər bu sistem modelin göstərdiyi şəkildə müşahidə olunarsa, may ayının 4-ü axşama doğru 5-i və 6-sı, 7-si gündüzə qədər Bakı Abşeron ərazisində də aramsız leysanların yağması ehtimalı var və havanın temperaturu da may ayının çox illik iqlimdə olmasından bir xeyli aşağı inəcək. Artıq iqlim dəyişikliyi nəticəsində demək olar ki, Qafqaz ərazisində yaz fəsli demək olar ki, artıq öz funksiyasını itirib, artıq qış fəsli, qış havası, belə deyək də, Bakı üçün xarakterik olmayan bu soyuq havanın artıq may ayı ərzində də tez-tez müşahidə edilməsi ehtimalları yüksək qiymətləndirilir. Artıq birbaşa olaraq qışdan yay fəslinə keçid ehtimalı var. Artıq iqlim dəyişikliyi nəticəsində bu tip proseslərin intensivliyində və tezliyində bir xeyli artım ehtimalları var. Bu riskləri nəzərə almaq lazımdır. Ümumilikdə aprel ayının 27-28-29-da Rusiyanın qərbində prosesin 1-ci mərhələsi baş verəcək. May ayının 1-i, 2-si, 3-ündə prosesin 2-ci mərhələsi Türkiyə ərazisində baş verəcək. May ayının 4-ü axşama doğru 5, 6, 7 may tarixlərində isə Qafqazın şimalı və Qafqazın cənubu Azərbaycan arasında isə prosesin 3-cü mərhələsinin nəticəsində hava şəraitinin Azərbaycan arasında kəsin dəyişilməsi gözlənir. Bu barədə ümumi olaraq yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Avropanın İSYAM-WF Hava Tədqiqatları Mərkəzinin həftəlik model təhlillərinə əsasən xüsusilə də aprel ayının 27-si, 28-sindən başlayaraq may ayının 4-ü, 5-nə qədər olan müddət ərzində Avropanın şərqində, Rusiyanın qərbində orta və aşağı troposferdə atmosfer təzyiqində bir xeyli azalma gözlənir ki, bu da mövsüm üçün xarakterik olmayan soyuq havanın ərazidə aktiv olması səbəb olacaq. Eyni zamanda bu prosesin təsirindən Türkiyə ərazisində də may ayının ilk günlərində hava şəraitinin may ayı üçün xarakterik olmayan bir dərəcədə rekord miqdarda soyuması gözlənir. Bu proses hətta İstanbul ərazisində may ayının ilk günlərində sulu qarın belə yağmasına səbəb ola bilər. Eyni zamanda bu prosesin təsirləri may ayının ilk günlərində Azərbaycan arasında da müşahidə ediləcək. Çünki bu sistemin tədricən may ayının 3-ü, 4-ü axşama doğru və may ayının 5-i, 6-sı və 7-sində artıq bu sistemin Qafqaz arasına doğru müdaxiləsi nəticəsində Azərbaycan arasında da may ayının 1-ci həftəsinin sonlarına doğru, yəni may ayının 4-ündən başlayaraq Azərbaycan arasında da hava şəraitinin kəskin soyuması, yağıntıların intensiv, aramsız olması ehtimalları var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. 2026-cı ilin may ayının ümumi atmosfer və troposfer prosesləri onu göstərir ki, Avropanın İSYAM-WF Hava Tədqiqatları Mərkəzinin model təhlillərinə əsasən 2026-cı ilin may ayının əvvəlki illərin may aylarına müqayisədə
qlobal miqyasda bir xeyli dəyişkən bir hava şəraiti gözlənir. Həm Şimali Amerikada, həm Şimali Atlantikdə, Şərqi Avropada və Rusiya ərazisində, uzaq şərq ərazisində, Rusiyanın uzaq şərqində də hava şəraitinin may ayı üçün xarakterik olmayan bir dərəcədə anormal soyuq keçməsi gözlənir. Bu proseslərin ümumi gedişləri onu göstərir ki, xüsusilə də Avropanın şərqində və qərbi Rusiyada, yəni Azərbaycan ərazisinin yerləşdiyi coğrafi mövqe olan Qafqaz ərazisində də 2026-cı ilin may ayının qeyri-adi dərəcədə may ayı üçün xarakterik olmayan bir şəkildə sərin və soyuq keçməsi ehtimalları var. Avropanın Litsiyan Dableyev Hava Tədqiqatları Mərkəzinin model təhlilləri bu siqnalları verir ki, və eyni zamanda Avropanın bir sıra aparıcı hava tədqiqatları mərkəzləri də eyni siqnalları verir ki, Avropa ərazisində havanın temperaturunda artım müşahidə edilsə də, xüsusilə də Şimali Qafqazda və Xəzərin şimal hissəsində, Rusiyanın qərbində isə may ayında, 2026-cı ilin may ayında havanın bir xeyli may ayı üçün xarakterik olmayan bir dərəcədə soyulması ehtimalı var. Bu sistem ona göstərir ki, istiləşmə Avropanın əksər ərazilərini əhatə etsə də, xüsusən hətta Avropanın şimalında belə istiləşmə olsa da, Atlantikin şimalında və Qafqaz ərazisində isə qeyri-adi dərəcədə deyilə biləcək bir soyulmanın baş verməsi gözlənir ki, bu da o deməkdir ki, həqiqətən də may ayında həm yağıntıların da artması, eyni zamanda havanın temperaturunun da çoxillik göstəricilərin bir xeyli tez-tez azalması gözlənilir. Yəni may ayının tamamilə soyuq keçməsi ehtimalları yoxdur. Lakin may ayı ərzində temperaturun tez-tez kəskin tərəfləri gözlənilir. Yəni bir gün Bakıda ola bilsin ki, may ayının bəzi günlərində temperatur 30 dərəcə qədər arta bilər, 35 dərəcə qədər arta bilər. Lakin 2 gündən sonra temperaturun 10 dərəcəyə qədər enməsi, yəni qış havasına qalxması ehtimalları var. Bu riskləri ciddi şəkildə diqqətə almaq lazımdır. Avropanın Litsiyan Dableyev Hava Tədqiqatları Mərkəzinin uzunmüddətli modelləri bu siqnalları verir ki, 2026-cı ilin həm may ayının, ümumilikdə 2026-cı ilin yay aylarının da yay ayları üçün xarakterik olmayan dərəcədə bir yağıntıların bolluğu ilə yadda qalması gözlənir. 2026-cı ilin may ayının, 2026-cı ilin iyun ayının, 2026-cı ilin iyul ayının və 2026-cı ilin avqust ayının belə ümumilikdə Avropanın şərqində, orta şərq ölkələrində yağıntıların artması ilə yadda qalması gözlənir. Yəni ümumilikdə Azərbaycan ərazisində adətən gürsulluq dövrü iyun ayına qədər, iyun ayının 10-15-nə qədər davam edir. Bu rəsmi məlumatdır. Lakin bu modellər sonra göstərir ki, uzunmüddətli proseslərdən fərqli olaraq 2026-cı ilin yay aylarının, yəni ən quraq aylar olan iyul və avqust aylarının belə Azərbaycan ərazisində, ümumilikdə Xəzər ərazisində və orta şərq ölkələrində bir xeyli rütubətli, yağıntılı keçməsi gözlənir. Avropanın Litsiyan Dableyev Hava Tədqiqatları Mərkəzinin uzunmüddətli hava təhlilləri modelləri bunu göstərir ki, Qərbi Avropada yağıntılarda azalma ehtimalı var, lakin Aralıq dənizi hövzəsində, Qara dəniz ərazisində, Aralıq dənizinin xüsusilə şərq rayonlarında, orta şərq ölkələrində və Qafqaz ərazisində yağıntıların hətta ilin ən isti dövrü olan iyul və avqust aylarında belə 2026-cı ilin iyul və avqust aylarında belə yağıntılarda artım ehtimalı var. Artıq bu sistem ona göstərir ki, həqiqətən də 2026-cı ilin yay dövrünün qeyri-adi dərəcədə bir yağıntıların bolluğu ilə yadda qalması gözlənir. Bu barədə ümumi olaraq yenilənmiş məlumatların təhlilləri, modellər yeniləndikcə ən son məlumatlar kanalda yayınlanacaq. Bugünlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində gözlənilən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatların təhlilləri yayınlanacaq.